Salam dostlar, bu videoda BGP protokol haqqında məlumat verəcəm. Buna oxşar bir neçə dənə də video çəkməyi planlaşdırıram. BGP-nin açılışı Border Gateway protokoldur. BGP-nin xüsusiyyətləri haqqında danışaq. BGP Pass Vector Routing protokoludur. TCP-179 portundan istifadə edir. Policy Based Routing qərarları qəbul edə bilir. Böyük şəbəkələr üçün nəzərdə tutulmuşdur. İnternetdə istifadə olunan əsas routing protokoludur. Classless routingi dəstəkləyir. Qonşuluq qurulduqdan sonra tam routing cədvəlini yalnız bir dəfə göndərir. Sonraki mərhələdə isə yalnız dəyişiklikləri göndərir. Periodik olaraq tam routing update göndərmir. Routing looplarının qarşısını ESPass vasitəsilə alır. Avtonom sistem. BGP protokolu avtonom sistemlər arasında marşrut məlumatlarının mübadiləsini həyata keçirmək üçün yaradılmış routing protokoludur. Avtonom sistem eyni təşkilat və internet provider tərəfindən idarə olunan IP şəbəkələrin toplusudur. Hər bir avtonom sistem unikal bir nömrə ilə tanınır. Bu nömrəyə avtonom sistem nömrəsi deyilir. Avtonom sistem nömrələri 2 yerə bölünür. 2 baytlıq və 4 baytlıq. 2 baytlıq avtonom sistem nömrəsinə 1 və 65535 aralığı daxildir. 4 baytlıq avtonom sistem nömrəsinə isə 1 və 4 milyard 294 milyon 967 min 295 aralığı daxildir. Avtonom sistem nömrələri private və public olur. 2 baytlıq private avtonom sistem nömrəsinə 64512-dən 65534 aralığı daxildir. 4 baytlıqda isə private avtonom sistem nömrəsi bunlardır. BGP-nin 2 növü var, external BGP və internal BGP. External BGP İngiliscə eBGP, internal BGP isə İngiliscə iBGP adlandırılır. External BGP müxtəlif avtonom sistem nömrələri arasında işləyir. Default TTL dəyəri isə 1-dir. Internal BGP isə eyni avtonom sistem nömrələri daxilində işləyir. Default TTL dəyəri isə 255-dir. BGP neighbor state'ləri bunlardır. Idle, Connect, Active, OpenSend, OpenConfirm və Establish'dir. Establish vəziyyəti BGP qonşuluğunun uğurla qurulduğunu göstərir. BGP neighbor state'lərinin ətraflı izahı üçün başqa videoda çəkəcəm. BGP mesaj növləri. BGP mesaj növləri bunlardır. Open, Update, Keep Alive, Notification, Root Refresh. BGP mesaj növlərinin ətraflı izahı üçün də başqa video çəkəcəm. BGP pass atributları bir neçə növə bölünür. Well-known mandatory, well-known discretionary, optional transitive və optional non-transitive. Well-known mandatory'yə bu atributlar daxildir. ESPass, next stop və origin. Well-known discretionary'yə bu atributlar daxildir. Local preference, atomic aggregate. Optional transitive bu atributlar daxildir. Community aggregator. Optional non-transitive bu atributlar daxildir. MED, originator ID, cluster list. Cisco cihazlarda ən yaxşı yolun tapılması aşağıdakı ardıcıllıq ilədir. Wait, local preference, local originated route, ESPass, origin, MED, external BGP, iBGP-dən üstündür. Next stop'a çatmaq üçün ən kiçik IGP metrik, ən köhnə marşrut, ən kiçik router ID, ən kiçik neighbor IP. Videonu bəyəndiysəniz like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.